1933-cü ilin 28 yanvar günü Cambridge Universitetinin bakalavr və magistr məzunu Chaudhuri Rahmat Ali Xan İngiltərədə Hindistandakı müsəlmanların hindlilərdən ayrılmasını və müstəqil dövlət qurmaq təklifini verir. Qurulacaq dövlətin adının Pakistan olmasını istəyir. Pakistan fars dilində Paç və Ostan, yəni Paçlar yaşayan yer mənası verir. Qurulacaq dövlət himni də bütünlüklə farscadır və orada urdu dilinə aid bir kəlmə də yoxdur. Amma təklifi verilən bu dövlət 1933-cü ildə yox, 1947-ci ildə qurulur və Rəhmət Əli xan 4 il sonra Cambridge-də vəfat edir. Burada bir neçə maraqlı nüans var. Biri budur ki, Rəhmət Əli adlı bu şəxsin təklif verdiyi zamana qədər belə adda bir ölkə və millət olmayıb. Onlar bütünlüklə Hindistanda yaşayıblar. İkincisi budur ki, İngilislər Hindistanı tərk edərkən orada yerli xalqların fərqli dinlərə mənsub olmasından istifadə edib və parçala hökm et taktikası ilə Hindistanı ikiyə ayırıblar. Sonra isə ortaya Kəşmir adlı bir mübahisəli bir ərazi qoyublar və deyiblər ki, bu nə sənindir, nə də sənin. Dalaşın, kim qalib gəlsə o götürsün. Və eyni ata-anadan olan bu xalq da yarım əsrdən çoxdur ki, bir-birini Kəşmir üstündə qırır. Üçüncü nüans budur ki, Pakistan xalqının dili fars dili ilə eyni kökdəndir. Onlar Qırğız və Qazaxlar kimi həm eyni millətdirlər, həm də az fərqi ilə dilləri eynidir. Dördüncü budur ki, Hacı Zeynalabidin Tağıyev 1924-cü ildə ölüb və həmin vaxtı Hindistan var idi. Pakistan adlı bir dövlət və xalq isə yox idi.